Əgər üzləriniz həddindən artıq quru, cansız, solğundursa, o zaman bu maskanı mütləq sınayın. Bir qaba tam yetişmiş bananın 1/3 hissəsini əlavə edib əzirik. Üzərinə yarım çay qaşığı tam yağlı qaymaq əlavə edib qarışdırırıq. Bu maskanı həftədə 2 dəfə yatmadan öncə təmiz üzlərimizə çəkib 15-20 dəqiqə saxladıqdan sonra ılıq su ilə yuyuruq. Nemləndirici kreminizi özünüz hazırlayın. Bu krem o qədər möhtəşəmdir ki, ilk üzünə çəkdiyiniz andan parlaqlığı və yumşaqlığı hiss edəcəksiniz. İlk öncə bir xörək qaşığı chia toxumunun üzərinə yarım stəkan su əlavə edib qaynamağa qoyuruq. Daha sonra bir gecə öncədən islatdığımız 2 xörək qaşığı düyünü blender vasitəsilə əzirik. Qaynayan və soyumuş chia toxumlarını süzgəc vasitəsilə suyunu süzüb çıxarırıq. Daha sonra bir qaba 3 xörək qaşığı chia toxumunun suyu, 3 xörək qaşığı düyü suyu, 2 xörək qaşığı aloe vera geli və 6-7 damcı E vitamini əlavə edib qarışdırırıq. Alınan bu kremi gecə və gündüz təmiz üzlərinizə çəkə bilərsiniz. Bu kremi soyuducuda bitənə kimi saxlaya bilərsiniz. Pambıq kimi yumşaq üz dərisinə sahib olmaq istəyirsinizsə, yumurta maskasını mütləq sınayın. Bir ədəd yumurta sarısı götürürük. Üzərinə bir çay qaşığı bal əlavə edib qarışdırırıq. Alınan bu maskanı təmiz üzlərimizə çəkib 15-20 dəqiqə saxladıqdan sonra yuyuruq. Bu maska həssas və quru dərilər üçündür. Həftədə 1 və yaxud 2 dəfə etməyiniz kifayətdir. Üz dərisinin rəngini bərabərləşdirən və üz dərisinə təbii parlaqlıq bəxş edən maska. Bir ədəd yumurta sarısının üzərinə yarım çay qaşığı üyüdülmüş cirə toxumu əlavə edib qarışdırırıq. Alınan bu maskanı təmiz üzlərimizə çəkib 20 dəqiqə saxladıqdan sonra yuyuruq. Maskanı həftədə 2 dəfə etməyiniz kifayətdir. Yay ayının ən mükəmməl maskasını hazırladım. Yayda dənizdən, qumdan, günəşdən quruyan, rəngi solan, üzlərinizi canlandıran, yeniləyən bu maskanı mütləq sınayın. Yarım ədəd qabığı soyulmuş xiyarı rəndədən keçirin. Üzərinə 1 çay qaşığı qatıq və 1 çay qaşığı zeytun yağı əlavə edib qarışdırın. Bu maskanı həftədə bir dəfə təmiz üzlərinizə çəkin, 20 dəqiqə saxlayıb yuyun və daha sonra üzünüzə uyğun nəmləndirici kremlər üzünüzü nəmləndirin. Bu soyuq qış aylarında üzlərinizi mükəmməl şəkildə nəmləndirin, təravətləndirib yumşaldan gözəl bir maska hazırladım. Bir ədəd bişmiş yumurtanın sarısını əzib, üzərinə yarım çay qaşığı düyü unu, 1 çay qaşığı aloe vera geli, yarım çay qaşığı qlitserin və 1 çay qaşığı xamı əlavə edib tam qarışdırırıq. Alınan bu maskanı həftədə 2 dəfə təmiz üzlərinizə çəkib 20 dəqiqə saxlayıb yuyun və maskadan sonra üzünüzü nəmləndirici kremlə nəmləndirməyi də unutmayın. Soyuq qış aylarında üzlərimiz quruyur, qabıq verir və bunun nəticəsində üzünüzdə xırda qırışlar əmələ gəlməyə başlayır. Deyəcəyim bu maska sayəsində üzünüz sözün əsl mənasında nəməyə doyacaq. Maskanın tərkibində yumurta var. Bilirsiniz ki, yumurta həm protein, həm də zülallı ilə zəngindir. Üzünüzü daha gözəl nəmləndirəcək. Hətta sizi görən yaxınlarınız da üzünüzdəki bu dəyişikliyi hiss edəcək və sizə deyəcəkdir. Maskanın tərkibində nə var? İndi onu sizə deyəcəm. Bir qaba 1 ədəd yumurta sarısı, 1 çay qaşığı Herkules unu və 1 çay qaşığı smetan əlavə edib qarışdırırıq. Alınan bu qarışımı təmiz üzlərimizə çəkib 15-20 dəqiqə saxladıq.